söz verilir. 1. Qarabağ Müharibəsi qazisi Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan bayrağı ordeni, Cənab Prezident İlham Əliyev tərəfindən hərbi xidmətlərinə görə təltif olunmuş Cənab Polkovnik Umudov İlhama. Salamünaleyküm, hamınızı salamlayıram. Ben Arbit kardeşimiz Allah rahmet eylesin deyirəm, kardeşi buradadır. İcazə verseniz bir kəlmə Süleyman müəllimlə deyərdim. Yani 96-cı ildə mən onda starşin idim. Süleyman müəllim bizə Gəndəskər gəlmişdi. O Əzaslanı turnirinin udub gəlmişdi. Və həmən ildə birinci xüsusi təyinatlılar yarandı. Onun da birinci nümayəndəsi Süleyman müəllim olub. Həmən ildə bir tədbir keçirildi. Bəzilərin dövlət çevrilişinə cəhd elədilər ki, dövlət çevriliş eləsinlər. Biz Süleyman müəllim də mənim bölümdə və bizim xüsusi təyinatlılar bu cəhdin qabağının alınmasında iştirak elədik. Uğurlu əməliyyat keçirdik və hörmətli cənab nazirimiz Rahim Mutlov və prezidentimiz Heydər Əliyev tərəfindən mükafatlandırdı. Xaçmaz cəmaatına deyirəm ki, yaşasın belə insanlar ki, bu rayonun adını hər yerdə ucaldır. Sağ olun.